Enneagram tipləri haqqında məlumat verəcəyimiz YouTube videomuzun 8-ci bölümünə xoş gəlmisiniz. Bugün sizinlə Enneagramın çox enerjili 7-ci tipindən danışacağım. Gəlin görək, bəs sizdə də bu xarakter göstəricilərdən varmı? Hamımızın ətrafında həyatı dolu-dolu yaşamağı və yeni şeylər kəşf eləməyi sevən insanlar var. Enneagramın 7-ci tipi üçün bu sadəcə həyat tərzi deyil, bu onlar üçün əsas yaşam xüsusiyyətidir. Əziz enerji dolu 7-lər, sizin diqqət çəkən tərəflərinizdən biri də pozitivliyiniz və enerjili olmağınızdır. Çətin anlara belə optimist yanaşaraq hər hansı bir məsələni rahatlıqla həll edə bilirsiniz. Negativliyi, məcburi kədəri və darıxdırıcı qaydaları sevmirsiniz. Həyat sizin üçün macəra, yeni ideyalar və enerjidir. Bunu qoruyun. Tip 7-lərin bir başqa xarakteri xüsusiyyətlərindən biri isə çox geniş maraq dairələrinin olmağıdır. Bunlara daxildir musiqi, səyahət, dostlarla əyləncə və s. Onlar eyni zamanda daim yeni təcrübələr axtarırlar. Yəni burada misallar üzərindən gedəcəm. Yəni yeni təcrübələr dedikdə, məsələn, yeni bir kitaba başlayacaqlar və kitab oxuma planı çıxardırlar özləri üçün. Kitabı çox sürətli şəkildə bitirə bilirlər. Çünki bəzən ortasından, bəzən axırından, bəzən başından oxuyurlar, ümumi məzmununu başa düşməyə çalışırlar. Və yaxud da rəsmə başlayırlar, qərar verirlər ki, yeni bir təcrübə olaraq rəsmi oxuyacağam. Bir gün rəsm çəkirlər və davamı gəlmir. Bu cür təcrübələr onları dağınıq, səthi kimi göstərə bilər, amma daxilən onlar həmişə enerjili və canlıdırlar. Ən böyük qorxularından biri məhdudlaşdırılmaq və darıxdırıcı fəaliyyətlərlə məşğul olmaqdır. Tip 7-lər əgər bir günlərini dolu-dolu, əyləncəli, çox maraqlı keçirirlərsə, onlar həmin günü yaşadıqlarını hiss edirlər. Məsələn, bəzi nümunələr verəcəm digər mizaclarla bağlı. Məsələn, 4-lər çox maraqlı keçirdikləri halda, yaradıcı fəaliyyətlərlə məşğul olduqları halda həyatın anlamlı olduğunu, bugünün anlamlı olduğunu keçdiyini düşünürlər. Tip 5-ləri isə yeni biliklər əldə etdikləri, yeni bir şeylər öyrəndikləri zaman həyatın daha maraqlı olduğunu düşünürlər, yaşamağın daha maraqlı olduğunu düşünürlər. Digər şəxsiyyət tiplərində olduğu kimi, tip 7-lərin də çox güclü tərəfləri var. Onlar enerjili olmaqla yanaşı, həmişə problem həll etmək qabiliyyətinə də malikdirlər. Və eyni zamanda insanları ruhlandırırlar və çətin vəziyyətləri yüngülləşdirməyə çalışırlar. Optimist tərəfləri, optimist davranışları ətrafdakı insanlara da enerji verir. Bəzən tip 7-lər pozitiv olmağa, enerjili olmağa o qədər önəm verirlər ki, onlar sonrasında hisslərinin fərqində olmadıqlarını, hisslərinə diqqət yetirmədiklərini görürlər. Yəni hisslərinə və hisslərinin dərinliyinə baxa bilmirlər. Buna görə də onlar bəzən çoxlu planlar qururlar, amma planlarının birini bitirməmiş, təəssüf ki, digərinə keçə bilirlər. Çünki belə elədikləri zaman onlar həyatın daha maraqlı olduğunu düşünürlər və daim fəaliyyətdə olmaq istəyirlər. Duyğularını istəyərək və yaxud da istəməyərək özlərindən kənara qoyurlar və daim optimistliyə və gələcəyə baxmağa çalışırlar. Amma əziz 7-lər, bunu bilməlisiniz ki, həm həyatdan zövq almaq, həm də duyğuların fərqində olmaq lazımdır. Bunların ikisini də eyni vaxtda etmək mümkündür. Tip 7-lər üçün ən böyük fərqindəlik nöqtəsi budur. Həyatı dolu-dolu yaşamaq, hər şeyi eyni anda etmək demək deyil. Sizin üçün ən önəmli olan balansdır. Enerjiniz, macəra yolunuz sizə öz yolunuzu göstərəcək. Və əziz 7-lər, unutmayın ki, gücünüz sadəcə hərəkətdə deyil, daxili sevinciniz və optimist tərəfinizi qoruyub saxlamağınızdadır. Əgər sizin də ətrafınızda tip 7-lər kimi enerjili insanlar varsa, bu videonu onlarla bölüşməyi unutmayın və digər videolarımızdan da xəbərdar olmaq üçün səhifəmizi izləyin.